Salam, xoş gördük hər birinizi. Bugün 18-ci 1-ci ay 2026-cı il 11-ci siniflər üçün keçirilmiş Respublika Fənn Olimpiadalarından düşən sualların izahına baxacaq. Hər birinizə uğurlar arzu edirəm. Olimpiyada gedib iştirak edən şagirdlərə, eyni zamanda bütün şagirdlər və abituriyentlərə uğurlar olsun. Bəzi texniki səhvlərə görə izahlarımız gecikdi. Çox təəssüf ki, həmin gün izahı yerləşdirə bilmədik kanala, amma növbəli şəkildə digər siniflərində olimpiyada istifadə olunmuş sualların izahına baxacaq. Vaxt itirmədən keçək birinci sualın izahına. Birinci sualda deyir ki, cədvələ əsasən Pamir dağlarının verilmiş dağlarla oxşar xüsusiyyətlərini müəyyən edin. Qafqaz dağları, Ant dağları və Alp dağları. A variantında Qafqaz dağları, A variantında deyir ki, mütləq hündürlüyü Altay dağlarının mütləq hündürlüyündən daha çoxdur. Pamir dağlarının hündürlüyü 7000 metrdən bildiyimiz kimi artıqdır, 7600 metrdən artıqdır. Qafqaz 5642 metr, Altay dağlarda 4000 metrdən çoxdur. Bəli, bu doğru fikirdir. A-nı götürürük. B. Qar xəttindən yuxarıda yerləşən əraziləri mövcuddur. Bəli, hər ikisində Pamir və Qafqaz dağlarında qar xəttindən yuxarıda yerləşən ərazilər mövcuddur. B, A, B, C. Xəzər dənizi hövzəsinə aid olan çayların mənbəyi yerləşir. Təbii ki, bu Pamirdə olmaz. C yanlış variantdır. Bir də uyğun olan A, B, 2. Ant dağları. A ərazisindən axan çaylar İki-Okean hövzəsinə aiddir. Ant dağlarında bu doğrudur, amma Pamir dağlarında olmaz. A yanlışdır. 2. Hind-Avropa dillərində danışan xalqlar məskunlaşmışdır. Ant dağlarında, bəli, təbii ki, Hind-Avropa diləsinə danışan xalqlar var. Pamirdə də var. Bunu ortaq fikir kimi götürə bilərik. Məsələn, Pamir dağlarında Əfqanistan, Pakistan, Hindistan və s. bunları götürmək olar. B. Uyğun gəlir. C. Litosfer havaların konvergens sərhədində yaranır. Bəli, hər ikisi toqquşma zonasında yerləşir. 2-də B, C, 3. Alp dağları mülayim işıqlanma qurşağında yerləşir. Alp dağlar və Pamir dağları, bəli, hər ikisi mülayim işıqlanma qurşağında yerləşir. A doğrudur. B. Subnival və Nival landşaftlar rast gəlir. Qar xəttindən hündür ərazilər varsa təbii ki, uyğun gələr. C. Fəaliyyətdə olan vulkan rast gəlinir. Ant dağlarında gəlinər, Pamir dağlarında biz belə bir fikir deməmişik. 1-ə A, B, 2-yə B, C, 3-ə A, B. Y variantı testimizin doğru cavabıdır. Növbət suala keçdikdə 2. Doğru fikirləri müəyyən edin. 25 mart 15 sentyabr aralığında şimal yarımkürəsinin istənilən məntəqəsində gündüzün uzunluğu gecənin uzunluğundan daha çoxdur. Bu o deməkdir ki, bu tarixlərə fikir versək 25 martdan 15 sentyabr aralığında günəş şimal yarımkürəsində, yəni zenit vəziyyəti şimal yarımkürəsində göründüyü üçün təbii ki, istənilən məntəqədə gündüzün uzunluğu gecənin uzunluğundan daha çox olar. Biz biri doğru cavab kimi götürürük. 2. İqlim qurşaqları təşkil olunan bütün materiklərdə günəş il boyu günorta vaxtı zenitdə olur. İqlim qurşaqları təkrarlanır deməli bildiyimiz kimi Cənubi Amerika və Afrika materikində. Afrika materikində bütün il boyu günəş zenitdə ola bilir. Bu Cənubi Amerika üçün biz bunu deyə bilmirik. 2 yanlışdır. 3. 6-cı və 16-cı saat qurşaqları 2 materiklə kəsişir. Bunların orta meridianı əvvəlcə tapaq. 6-cı saat qurşağının orta meridianı 90 dərəcə şərq uzunluğu. 16-cı saat qurşağının orta meridianı isə deməli 120 dərəcə qərb uzunluq eləyir. Görək bunlar kəsişirmi? 2 materiklə kəsişir. 6-cı saat demək 90 dərəcə şərq uzunluğu Avrasiya və Antarktida materiki ilə kəsişir. 120 dərəcə şərq qərb uzunluğu isə Şimal Amerika, Antarktida. Bəli, 3 doğru fikirdir. 3 doğru fikirdir. 4-ə baxırıq. Bütün il boyu Bakı şəhərində gündüzün uzunluğu Moskva şəhərindəkindən daha çox olur. Xeyr, bu yanlışdır. Bütün il boyu olmaz. Bütün il boyu Bakı şəhərində gündüzün uzunluğu Moskva şəhərindəkindən daha çox olmaz. 4. Yanlışdır. Götürmürük. 5. Çuqot və Malakka yarımadalar orta qırışıq vilayətində yerləşir. Çuqot və Malakka yarımadaları orta qırışıq vilayətində yerləşir.
Bu doğru cavab götürəcək bunu. Çünki orta qırışıqlıq vilayəti biz dərslərimizdə də vurğulamışdıq ki, çox diqqət yetirilən məqamda, hətta MİQ imtahanda diqqət yetirilir. Malakka yarımadası da orta qırışıq vilayətində yerləşdiyi ərazi var. 5-i doğru fikir götürürük. 1, 3, 5 hədəki doğru fikrimizdir. 6. Troposferin yuxarı sərhədi ekvatordan qütbə doğru bütün coğrafi enliklərdə eynidir. Xeyr, ekvatordan qütbə doğru azalır. Biz belə bir fikir demişdik. 6 da yanlışdır. Deməli 1, 3, 5 testimizin doğru cavabıdır. Növbəti suala keçid edirik. 3. Şimali Amerika və Afrika materikləri üçün doğru fikirləri sıraları müəyyən edin. Bizdən doğru fikirləri soruşur. Aiddir, aid deyil. Aiddir, aid deyil. Doğru, yanlış. Yəni doğru. Bu hissədə isə yanlış fikri seçin deyir. 1. Subekvator iqlim qurşağı tam zulaq təşkil edir. Subekvator iqlim qurşağı tam zulaq təşkil edir. Bu doğru fikirdir. Tropik iqlim qurşağı rütubət tipinə rast gəlinir. Şimal Amerikada və Afrikada əjdaha dağılan şərq ətəklərində bəli rast gəlinir. Hər ikisi doğru olduğuna görə biri götürə bilmirik. 2. Günəşin ildə 2 dəfə zenitdə olduğu ərazilər mövcuddur. İldə 2 dəfə zenitdə olduğu ərazilər mövcuddur. Bu doğru fikirdir. Ekvatoral hava kütlələrinin hakim olduğu ərazilər mövcuddur. Bu da doğru fikirdir. Burada diqqətli olmaq lazımdır. Demir ekvatoral iqlim qurşağı. Ekvatoral hava kütlələri hakim olduğu ərazilər. Biz bilirik ki, ekvatoral hava kütlələri subekvatoral iqlim qurşağına təsir göstərə bilir. Subekvatoral iqlim qurşağı da hər ikisində var. Hər ikisi doğru olduğuna görə 1 ilə 2 yanlışdır. 3. Buzlaq mənşəli relyef formalarına rast gəlinir. Bu doğru fikirdir. Buzlaq mənşəli relyef formalarına Afrikada Kilimanjaro dağlarında misal göstərə bilərik ki, hündür ərazilərdə bəli buzlaq relyef formaları ola bilər. 3 işıqlama qurşağında yerləşir. Afrikada təkrarlanan, Şimal Amerikada isə arız olan 3 işıqlama qurşağında yerləşir. 3 də hər iki tərəf doğru olduğuna görə götürə bilmirik. 1, 2, 3 yanlışdır. 4. Geosinkron platformaya çevrilməsinin həm 3-cü, yəni cavan dağlar, həm də 4-cü mərhələsində olan relyef formaları mövcuddur. Təbii ki, bu doğru fikirdir. Hər ikisində bu fikir uyğundur. Dağ buzlaqlarına rast gəlinmir. Xeyr, yanlışdır. Bu yanlış fikirdir. Dağ buzlaqlarına rast gəlinir hər ikisində. Doğru, yanlış olduğuna görə 4 götürürük. 5. Şimal-şərq istiqamətindən cənub-qərb istiqamətinə doğru əsən daimi küləklər. Söhbət burada passat küləklərindən gedir. Bu doğru fikirdir. Hər ikisində passat küləklərinə rast gələ bilərik, gəlinir. Fəaliyyətdə olan vulkanlar rast gəlinmir, yanlışdır. Rast gəlinir, bunu da götürürük, doğru, yanlış olduğuna görə. 6. Təbii artım ikinci sisteminə aid olan ölkələr mövcuddur. Şimal Amerika materikində, məsələn, Meksikanı, Qvatemalanı, Mərkəzi Amerika ölkələrində yəni göstərə bilərik. Afrikada da Cənubi Afrika Respublikasını göstərə bilərik. Ondan başqa, daha doğrusu, böyük əksəriyyətini göstərə bilərik. Bu doğru fikirdir. Yerləşdiyi litosfer tavaları yalnız materik mənşəlidir. Xeyr, yalnız materik mənşəli deyil. Həm materik, həm okean tiplidir. Doğru, yanlış olduğuna görə bunu da götürürük. 4, 5, 6 C variantı burada doğru cavabdır. Növbəti suala keçid edək. 22 gündə günorta vaxt günəşin ən böyük bucaq altında düşdüyü enlik ilə 130 dərəcə qərb uzunluğunun kəskiməsindən şimal istiqamətinə hərəkət edən tədqiqatçı çatdığı məntəqədə günorta vaxtı kölgənin uzunluğunun öz uzunluğuna bərabər olduğunu müşahidə etdi. Tədqiqatçının çatdığı məntəqə üçün doğru fikirləri müəyyən edin. 22 gündə biz bilirik ki, günəş 23.5 dərəcə, 23.5 dərəcə şimal enində zenitdə olur. Zenitdə olduğu deyirsə, bu da 90 dərəcə ilə düşür və deyir ki, hərəkət edən tədqiqatçı çatdığı məntəqədə günorta vaxtı kölgənin uzunluğu öz uzunluğuna bərabərdir. Biz demişdik ki, belə olması üçün deməli 45 dərəcə bucaq altında düşməlidir. Yəni biz baxmalıyıq ki, o hansı enlikdir ki, orada 45 dərəcə ilə düşür. Və bilirik ki, düşmə bucaq arasındakı fərq enliklər arasındakı fərqə bərabərdir. Bununla bağlı biz bir neçə dərsdə, hətta videoda çəkib kanalımızda paylaşmışıq. 90-dan 45-in çıxanda 45 eləyir.
Yəni 23.5 dərəcə şimal enindən bunun arasında 45 dərəcə fərq var. 23.5-in üstünə deməli üzərinə 45 gələndə eləyir 68.5 dərəcə şimal enliyi. Bizdən nə soruşur? Doğru fikirlər, məntəqə üçün doğru fikirlər seçin. Deməli, baxaq. Qütb işıqlama qurşağında yerləşir. Bəli, qütb dairəsindən şimaldadır 68.5. Bir doğrudur. İlin əksər vaxtı qütb gündüzləri müşahidə edilir. İlin əksər vaxtı olmaz. Qütb gündüzləri müşahidə edilir, amma əksər vaxtı orada qütb gecə və gecəsi də müşahidə edilir də. 2 səhvdir. 3. Bakı şəhərləri arasındakı ən qısa məsafə əvvəlcə şimal, sonrası cənub istiqamətində hərəkət etməklə 1 bölünsün miqyaslı xəritdə 14,3 santimetrdir. Bunu hesablamaq lazımdır. Bunu hələ ki gözləyək. Ehtiyac olarsa baxacağıq. 4. Tədqiqatçının çatdığı məntəqə Sakit Okeanda yerləşir. Deməli, 68-dən xeyr. Sakit Okean yox, bu düşər. 68,5 dərəcə şimal ilə söhbət gedirsə, şimal buzlu okeana. 4 səhvdir. Daha sonra 5. Gecə və gündüzün adi növbələşməsi pozulur. Təbii ki, 66,5-dən şimalda yerləşir. 5 düz fikirdir. 6. Daimi küləklər müşahidə edilmir, yanlışdır. Burada şimal-şərq küləkləri müşahidə edilir. 6 da yanlışdır. 1-3-5 testimizin doğru cavabıdır. 3-dən necədir? Bakı şəhəri 40 dərəcə şimal ilində Bakı şəhərlə arasındakı ən qısa məsafə əvvəlcə şimal. Ən qısa məsafə dediyinə görə hərəkət edib qütbdən aşmaqla hesablayacağıq. Və burada Bakı şəhərlə arasındakı ən qısa məsafə əvvəlcə 130 dərəcə qərb uzunluğun kəsişməsindən şimal istiqamət hərəkətdə 68,5. Qütbə aşmaqla, deməli 40 dərəcə şimal enliyindən bunu belə çəkək. 40 dərəcə şimal enliyindən hərəkət elədi qütbə. Qütbdən, yəni 50 dərəcə getdi. 90-dan da bura 90-dır. 90 dərəcədən düşdü 68,5-ə. 90-dan da 68,5-ə. Deməli, düşdü 21,5 dərəcə. 50 dərəcə ilə 21,5 dərəcə edir 71,5. 71,5-i biz 111-ə vurarıq. 71,5-i 111-ə vurduqdan sonra miqyasla 5 sıfır silək. 1 cm 555 km 14,6 cm-dir. Bəli, onu da 555-ə böləndə kənarda bölək bunu. 71,5 111 da bölünsün 1 cm. Bəli, 14,3 km doğrudur. Yəni 1,35 həqiqətən də gördük ki, testimizin doğru cavabıdır. Keçdidək növbəti suala. 5. Cədvəl sən uyğun sıraları müəyyən edin. Çox uzun sualdır buna. Materiklər verilibdir. Doğru xüsusiyyətlər yanlışdır. Yəni doğru yanlış seçmək lazımdır. Deməli, 1. Avrasiya həm mülayim, həm də subtropik iqlim qurşağının bütün tiplərinə rast gəlinir. Bütün tiplər deyirsə yanlışdır. Məsələn, subtropikin bərabər yağıntılı cənub yarımkürəsindədir. Bu olmaz. Ona görə heç baxmıram. 1 gedir. 2. Afrika. Şimal Amerika litosfer tavası ilə divergent sərhəddə malikdir. Bəli, mütləq şəkildə bu doğru fikirdir. Biz bunu demişdik. Mülayim hava kütlələrinin hakim olduğu ərazilər mövcud deyil. Xeyr, bu yanlış fikirdir. Mülayim iqlim mövcud olmaya bilər. Amma subtropik iqlimdə həm də mülayim hava kütlələri hakim olur deyə bunu götürürük. 2. Doğru cavabdır. 3. Şimal Amerika qərb sahillərində mülayim dəniz iqlim tipinə rast gəlinir. Bəli. Bu yanlış fikirdir. Buna baxmırıq. Daha doğrusu 3. Daha sonra Cənubi Amerika materiki ucqar şimal nöqtəsi şaquli dirəyin kölgə uzunluğu günorta vaxtı heç zaman öz uzunluğuna bərabər olmur. Cənubi Amerika materiki ucqar şimal ucqar nöqtəsində şaquli dirəyin kölgə uzunluğu günorta vaxtı heç zaman öz uzunluğuna bərabər olmur. Bu doğru fikirdir. Çünki söhbət şimal ucqar nöqtəsindən gedir. Parana çayının stoklayıcı hövzəsi 3 iqlim qurşağında yerləşir.
Burada biz nəysə düz etmədik. Bir dəqiqə bu suala yenidən baxaq. Çünki Avrasiya materiki həm mülayim, həm də subtropik iqlim qurşağının bütün tiplərə rast gəlinir. Bu dedik ki, yanlış fikirdə olmaz. Afrika, Şimali Amerika, litosfer tavasıyla bu doğru fikirdir. Bunu götürdük. 3. Şimali Amerika, qərb sahillərində mülayim dəniz iqlimi. Bu doğru fikirdir. Tropik iqlim qurşağının rütubətli iqlim tipinə rast gəlinmir. Yanlışdır. Doğru yanlış olduğuna görə biz bunu götürürük. Bəyağa götürməmişdik. Niyəsə? Cənubi Amerika materiki şimal rüzgar nöqtəsinin dirənin uzunluğu bu yanlışdır. Özün olar bu doğru deyil. Daha sonra 5. Antarktida materiki 2 işıqlanma qurşağında yerləşir. Bəli, qütb və mülayim. Ərazinin əksər hissəsi ən qədim qırışıq vilayətində yerləşir. Antarktida. Xeyr. Ən qədim qırışıq vilayətində yerləşməz. Bu yanlış fikirdir. 2, 3, 5, 6. Avstraliya həm tropik, həm də subtropik iqlim qurşağının 3 tipinə rast gəlinir. Yanlışdır. Bunda heç ümumiyyətcə oxumağına dəyməz. 2, 3, 5, B variantı doğru cavabdır. Növbəti suala keçid edirik. Növbəti sualda nə deyir? Ölkəmizin iqlim ilə bağlı doğru fikirləri seçin. 1. Mülayim isti iqlim tipinin yayıldığı ərazilərdə paleogen yaşlı suxurlara rast gəlinir. Mülayim isti iqlim tipinin bəli, rast gəlinir deyirsə olar. Məsələn, Böyük Qafqaz dağlarının cənub-şərqində bu olar. 2. Yarımsəhra və quru çöl iqlim tipinə bütün tektonik zonalarda rast gəlinir. Bütün tektonik zonalar. Tektonik zona deyirsə, bəli, biz bunu doğru götürürük. Böyük Qafqaz dağlarının həm şimal-şərq, həm də cənub yamaçlarında qışı quraq keçən soyuq iqlim yarım tipinə rast gəlinir. Xeyr, cənub yamacında gəlmirik. Şimal-şərqdə olar. 3-4. Kür çayının stoplayıcı hövzəsində dağ-tund iqlim tipinə rast gəlinir. Bu doğru fikirdir. 5. Yarımsəhra və quru çöl iqlim tipinin yayıldığı bütün ərazilərdə yağıntılar ortalıq miqdarı 300 mm-dən çox olmur. Xeyr, biz demişik 200-400 mm arası olur. Burada deyir 300 mm-dən çox olmur. 5 səhvdir. 6. Kiçik Qafqaz tektonik qalxma zonası dağ-tund iqlim tipinə yalnız Murovdağ və Zəngəzur silsiləsində rast gəlinir. Yalnız orada olmaz. Başqa ərazilərdə, Qarabağ vulkanik yaylasında biz rast gələrik buna. 1, 2, 4. Yəni 6 da səhvdir. B variantı testimizin doğru cavabıdır. Növbəti dənizlərlə bağlı verilmiş uyğun sıraları müəyyən edin. Baltik dənizi verildi. Aiddir. Doğru yanlış. Həm inkişaf etmiş ölkə, həm də inkişaf etməkdə olan ölkənin sahilini yürür. Bu doğru fikirdir. Bir işıqlanma qurşağında yerləşir. Doğru fikirdir. 1 getdi. 1 səhvdir. Cənubi Çin dənizi Mekong çayının erosiya bazisidir. Doğrudur. Səthində buxarlanma və buxarlanma qabiliyyəti arasında fərq böyükdür. Xeyr. Su səthi üzərində buxarlanma qabiliyyəti arasındakı fərq böyük ola bilməz. Kontinental deyil axı ona görə. Deməli, doğru yanlışdır. Bunu götürürük. 2 düz. 3. Beaufort dənizi Banks adasının sahillərini yuyur. Beaufort dənizi Banks adasının sahillərini yuyur. Bu doğru fikirdir. Coğrafi mövqeyinə görə adalararası dəniz hesab edilir. Beaufort dənizi adalar arası olmaz. Banks adasını görüb onu götürmək yanlış çıxacaq təbii ki. Bu kənar dəniz olar. 3-ü götürürük. Aralıq 3 yarımkürədə yerləşir və 3 qitənin sahillərini yuyur. 3 yarımkürədə yerləşir və 3 qitənin sahillərini yuyur. Karpat dağlarına başlayan çayların mənsəbi yerləşmir. Bu doğru fikirdir. Avropanın, Asiyanın, Afrikanın bu da götürmürük. Qırmızı günəş il boyu zenitdə olur. Tropik xətti kəsir deyə burada il boyu zenitdə olmaz. Yanlışdır. 6. Barents dənizi yalnız gecə və gündüzün adi növbələşməsinin pozduğu elnikdə yerləşir. Yəni bu o elnikdir ki, qütb dairəsindən şimalda olsun. Bu doğru fikirdir. Şimal buzlu okeanda yerləşdiyi üçün soyuq okean cərəyanlarının təsirinə daha çox məruz qalır. Xeyr. Bu da yanlış fikirdir. 2, 3, 6 testimizin doğru cavabıdır. 2, 3, 6. Növbəti suala keçdik. Yaxınlaşdıraq. Nisbətən suallar həmişə kimi uzun suallardır. Cədvələ əsasən doğru bəndi müəyyən edin.
Mississippi çayı, Nil çayı verilibdir. Mississippi çayı ilə oxşar, Parana çayı ilə fərqli, Yenisey çayı ilə oxşar xüsusiyyətlərin burada seçmək lazımdır. Deməli, Nil ilə Mississippi çayı oxşar. Mənsəbində kölgə uzunluğu il boyu günorta vaxtı 0-a bərabər olmur. Yəni ki, mənsəbində kölgə uzunluğu, yəni burada günəş zenitdə olmalıdır ki, il boyu 0-a bərabər olsun. Burada olmur deyir. Bəli, A doğru fikirdir. Daha sonra B. Alçaq enliklərdən yüksək enliklərə doğru hərəkət edir. Alçaq enlik deyəndə ekvator ərazilər, yüksək enlik deyəndə isə qütbə, yəni ekvatordan qütbə doğru getdi, yüksəkdir. Nil çayı alçaq enlikdən yüksək enliyə doğru axır. Mississippi çayı isə yüksək enlikdən alçaq enliyə doğru axır. Ona görə də hər ikisi oxşar deyil. B yanlışdır. C. Yerləşdiyi materik 4-cü buzlaşmasında izlərinə rast gəlinir. Bu oxşar deyil. Çünki Mississippi çayı da 4-cü dövr buzlaşması Şimal Amerikada və Avrasiyada var. Nil çayında yoxdur. Bu olmaz. Burada heç bir uyğun gəlmədi, amma variantlarda belə bir şey yoxdur. Baxaq. Parana çayı ilə fərqli. Mənsəbində dekabr, yanvar, fevral aylarında mülayim hava kütlələri hakim olur. Mənsəbində Nildə deməli. Bəli. Bu hər ikisinə aiddir. Mənsəbində deyir. Bu fərqli xüsusiyyətdir. Parana çayı ilə Nil çayının fərqli xüsusiyyətini götürə bilərik. B. Qidalanmasında yağış suları üstünlük təşkil edir. Qidalanmasında yağış suları üstünlük təşkil edir. Bu fərqli xüsusiyyətdir. Bu da fərqli xüsusiyyətdir. Bu əksində hər ikisinə aiddir. Fərqli xüsusiyyət deyil. C. Yerləşdiyi litosfer havasının okean mənşəli litosfer havası ilə subduksiya sərhədi mövcuddur. Yerləşdiyi litosfer havasının okean mənşəli litosfer havası ilə subduksiya sərhədi mövcuddur. Parana çayının aidi Nilə yox. Bəli, fərqli götürə bilərik. 2A, C. 3. Yenisey çayı ilə oxşar. Mənsəbində yaxın ərazilərdə əhali sıx məskunlaşmışdır. Təbii ki, olmaz. Yenisey çayının mənsəbində olmaz bu. Qütbə yaxın ərazidir. B. Toplayıcı hövzəsində bataqlar geniş rast gəlinir. Mütləq şəkildə Nil və Yenisey olar. C. 15 apreldə mənsəbində günün uzunluğu gecənin uzunluğundan daha çoxdur. Hər ikisində bəli. Yəni 15 apreldə günəş şimal yarımkürəsi zenitdə olur. Mənsəbindən söhbət gedir. İndi 1-də A oldu, 2-yə AC oldu, 3-ə BC oldu. Belə bir variant 3 BC, AC, AC götürülüb burada. 4-cü dövr buzlaşması bu kitabda da var. Bilirik ki, yalnız Şimal Amerika və Avrasiya materikində olub. Nöqteyi nəzərdən D-ni götürürük digər variantlara görə, amma sırf mənim şəxsi fikrimi soruşsaz bu olmaz. Əgər belə götürülərsə biz də belə götürəcəyik. Yəni təbii ki, amma kitaba əsasən belə bir şey yoxdur. 9-cu suala baxırıq. Doğru olmayan fikirləri müəyyən edin. Dəzlə, Fərat, Mekong çaylarının aşağı axarlarının yerləşdiyi ovarqlar fiziki aşınma intensiv. Fiziki aşınma səhralarda isti ərazilərə gedir. Mekongda olmaz. Bir getdik ki, Amudərə və Sırdərə çayları təbiətdə suyun böyük dövranında birbaşa iştirak etmir. Birbaşa iştirak etmir. Bu doğru fikirdir. Doğru olmayan deyirsə biri götürürük. Üstünə xət çəkəcəm, sonra çaşacaq. 2-ni götürmürük. 3. Orinoco və Niger çaylarının mənbələri eyni yarımkürələrdə yerləşir. Eyni yarımkürədə Orinoco və Niger. Şimal-qərb, şimal-qərb. Nigerdə də Greenwichdən qərb yerləşir. Bəli, bu doğrudur. Bizə doğru olmayan deyir. Ölkəmizdə perlit, travertin və xromit yataqlarına eyni inzibati rayonda rast gəlinir. Perlit, travertin və xromit. Söhbət Kəlbəcər rayonundan gedir. Bu da doğru fikirdir, götürmürük. 5. Balakən, Zaqatala inzibati rayonunda alçaq dağlıq ərazilərdə paleogen, yüksək dağlıq ərazilərdə isə yura yaşlı çöküntülər geniş yayılmışdır. Geniş yayılmışdır. Paleogen. Alçaq dağlıq ərazilərdə paleogen, yüksək dağlıq ərazilərdə isə yura. Geniş yayılmayıbdır paleogen.
Biz o ərazilərdə geniş yaylar deməmişik. Bu yanlışdır. 6. Mülayim işıqlanma qurşağında yalnız mülayim istilik qurşağı mövcuddur. Bax, bu da mütləq yanlışdır. Yalnız mülayim istilik qurşağı təbii ki, mövcud deyil mülayim işıqlanma qurşağında. Çünki istilik qurşaqlarının sərhədləri işıqlanma qurşağının sərhədinin üstə düşmür. 1, 5, 6 Y variantı doğru cavabdır. Növbəti suala keçid edirik. Bu suallar ilk dəfədir baxılır. Ola bilsin ki, müəyyən nisbətən texniki səhvlər, yanlışlıq ola bilər. O nöqteyi nəzərdən yəqin ki, nəzərə alarsınız. 10-cu suala baxırıq. Cədvəl sınır yoğunluğu müəyyən edin. Aiddir, aid deyil. Xüsusiyyətlər verilibdir. Yəni, ölçələr verilib, xüsusiyyətlərə deməli, uyğunlaşdırmaq lazımdır. Yalnız bir işıqlanma qurşağında yerləşir. Hər biri plus. Argentina cənub tropik xətti kəsir. Bir yanlışdır. Unitar respublikadır. Yaponiya respublika deyil, monarxiyadır. 2 yanlışdır. 3. Cavan dağlar mövcuddur. Fransada da cavan dağlar, amma minus qoyublar. 1, 2, 3 səhvdir. 4. Yer ölkələr qrupuna daxildir. Bəli. Fransa, Yaponiya, Argentina, Hindistan hər birinə plus qoyub. Düzdür. Əksər əhali Hind-Avropa dillərində danışır. Fransada, Argentinada, Hindistanda düz. Yaponiya minus qoyulub. Bəli, Yaponiyada Hind-Avropa dil ailəsi əksəriyyət təşkil etməz. Düzdür. 6. Subtropik iqlim qurşağı mövcuddur. Fransada, Yaponiyada, Argentinada, Hindistanda subtropik. Hindistanda subtropik. Şimal hissəsində bəli, əslində var. Subtropikin kontinental hissəsinə düşür. Bu da doğrudur. Götürək. 4, 5, 6, 1, 2, 3 mütləq səhvdir. Deməli, 4, 5, 6 doğru cavabdır. 11-ci suala diqqət yetiririk. Dağın ətəyində atmosfer təzyiqi 700 mm-dir. Belə bir dağ çəkək. 700 mm-dir. Normal atmosfer 760-dır. 760-dan biz 720-ni çıxarıq. Bu eləyər 40 mm. 40 mm-in 400 metr deməkdir. Deməli, dağın ətəyi 400 metrdə yerləşir. Maksimal hündürlük dəniz səviyyəsindən 3100-dür. 3100 metrdir. Metr seçilir. Dağın zirvə səthi arasında temperatur fərqini Fahrenheit şkalası ilə hesablayın. 3100-dən 700 çıxarıq. Bu eləyir 2400 metr. Biz bilirik ki, temperatur hər 1000 metrdə, deməli 1000 metrdə 6 dərəcə Selsidir. 2400 metrdə vurulsun 6 bölünsün 1000-dir. Deməli, 1000 2,4-dür. 6-ya vurmaq lazımdır. 2,4-dür. Deməli, 2,4 vurulsun 6, 2 yadda 14. 14,4 dərəcə Selsi temperatur fərqi var. Fahrenheitdən istifadə edəndə biz nə edirik? Deməli, 14,4 Selsidən Fahrenheitə keçmək üçün deməli, Fahrenheit bərabərdir 14,4 vurulsun 5-də 9 plus 32 dərəcə Selsi. Burada 700 və buradan da plus 32, bu 15 dərəcə 927. Burada hesablama deyərik ki, yanlış elədik. 15 dərəcə dağın zirvəsi ilə ətəyi arasında 15 dərəcə Selsi fərq var. 15 dərəcə 15-i 5-i 9-a 15-i 5-i 9-a vurub plus 32, 5-dən 15 ixtisar edir. 3 dəfə 9 27. 27 plus 32 59 dərəcəsi 59 Fahrenheit. C variantı doğru cavabdır. Orada hesablamada ani bir vaxt səhv, diqqətsizlik,
sualın yanlış cavabının alınmasına gətirib çıxardır, ya da ki, ümumiyyətcə sualın cavabı alınmır. 12-ci sual. Cədvəl doğru bəndləri müəyyən edin. Uyğundur, uyğun deyil, ölkə. Deməli, İtaliya fəaliyyətdə olan vulkana rast gəlinir. Doğrudur, doğru fikirdir. Avstriya ilə quru sərhədinə malikdir. Bu da doğru fikirdir. Yanlış deyil, 1 getdi. 2. Çar sahilləri köçürür. Doğrudur, Hind Atlantik 2 Ankara dövlətləri həmsərhəddir. 2 deyil, 1-dir, bu yanlışdır. Bunu götürürük. 3. Braziliya BRICS təşkilat üzvüdür. BRICS, bəli, Braziliya, Rusiya, Hindistan, Koreya, Cənubi Afrika Respublikası doğrudur. Mülayim işıqlama qurşağında yerləşir. Bu yanlışdır. Tropik xətti kəsir. Mülayim işıqlama qurşağında tropik xətti kəsir Braziliya xətti. Braziliya dövləti, ona görə bu yanlış fikirdir. Daha sonra bu əslində 3 doğru fikirdir. Mülayim işıqlama qurşağında yerləşir. Bəli, tropik xətti kəsirdə yerləşir. 4. Avstraliya əhali sıxlığı şərq hissəsində qərbə hissəsində qərbə nisbətən yüksəkdir. Doğru fikirdir. Yerləşdiyi xüsusi tavası Afrika tavası ilə yaxınlaşır. Yaxınlaşır, yox, uzaqlaşır olmalıdır. Yanlışdır. 2-4. Rusiya demoqraf keçidin 4-cü mərhələsində doğrudur. Ərazisinin və əhalisinin əsas hissəsi Asiya qitəsində yerləşir. Bu yanlışdır. Avropa qitəsində yerləşir. 2-4-5. Çin həm ümumi, həm ümumləməsi, həm də müdaxilməsinin yerli şirkətlərin payı üstündür. Müdaxilməsi yerli şirkətlərin payı üstündür. Dünyanın əsas buğda ixracatçılarından deyil. Bu doğru fikirdir, bu da doğrudur. Bu yanlış. 6 olmaz. 2-4-5 testimizin doğru cavabıdır. Növbəti suala keçdik. 13-də deyir ki, cədvəl sının uyğunluğu müəyyən edin. Doğru. Palçıq vulkanları ölkəmizin yalnız bir təbii vilayətində rast gəlinir. Bu yanlışdır. Doğru deyil. Niyə bir təbii vilayətimizdə rast gəlinsin ki? Xeyr. 2. Kür çökəkli təbii vilayətində həm neogen, həm də 4-cü dövr çökəkləri rast gəlinir. Rast gəlinir, bəli, düzdür. Rast gəlinir həqiqətən də. 3. Həm böyük, həm də Kiçik Qafqaz təbii vilayətində vulkanologin effuziv çökmə suları rast gəlinir. Kiçik Qafqazda daha çoxdur. Böyük Qafqazda rast gəlinir. Vulkanologin effuziv çökmə suxurlar. 3-ü götürək. Bir yanlışdır. Yanlışlara baxaq. Uyğunluğu soruşur. Bütün təbii vilayətlər yarımsər və quruçöl iqlim tipinə rast gəlinir. Bütün təbii vilayətlərdə yarımsər və quruçöl iqlim tipinə rast gəlinir. Bəli, düzdür, gəlinir. 5. Qanıq, Qudyal və Həkəri çaylarının mənsəbləri eyni iqlim tipində yerləşir. Qanıq, yarımsər, Qudyal, yarımsər, quruçöl, Həkəri, yarımsər, quruçöl. Deməli, bu da doğru fikirdir. 6. Xəzər dənizinin səviyyəsinin aşağı enməsi limanlar üçün əlverişli şərait yaradır. Yanlışdır. Əlverişsiz şərait yaradır. Səviyyə nə qədər çox olsa, bir o qədər əlverişli olardı. 2, 3, 6 doğru cavabdır. 14-cü suala keçdik. 14-cü sualda bizə deyir ki, 2024-cü tərtib edilmiş yaş siniflərdən hansı ölkəyə aid olduğu müəyyən edin. Baxırıq ki, burada nəyə diqqət yetiririk? Baxın, kişilərin sayı çoxdur, qadınların sayı azdır, uşaqların sayı da nisbətən azdır. Yəni, orta yaşlılara nisbətən. Burada deməli, elə bir ölkədir ki, həm kişilərin sayı çox olsun, həm də orada, belə deyək də, ailə quranların sayında nisbətən, uşaqların daha doğrusu ailə quranlar deyilmiş istəyirəm, uşaqların sayı digər yaş qruplarına nisbətən az olsun. Piramida belə qeyri-adi bir forma alıb. Moldovada qadınlar çox olar. Bosniya və Hersegovina qadınlar çoxdur. Bolqarıstanda həmçinin. Burada Yəmən və Qətər arasında qalmış. Yəməndə də uşaqların sayına görə Yəmən fərqlənir. Həm də Yəməndə müəyyən siyasi proseslər gedir. Ölkənin belə deyək də inkişafına təsir edən, onu geri salan proseslər gedir. Qətərdə amma bəli, kişilərin sayı ərəb ölkələri, yəni bura ərəb ölkələrini götürərik. D variantı burada doğru cavab olar. 15-ə baxaq. Doğru olmayan fikirləri müəyyən edin deyir.
Mərmərə dənizinin orta duzluğu Baltik dənizinin orta duzluğundan daha çoxdur. Biz demişdik, qütbə doğru duzluq azalır, mərmərə də daha aşağıda yerləşir. Bu doğru fikirdir, götürmürük. 2. Bayruncuqar nöqtəsi sahələrini istoken cərəyanları keçir. Bu da doğru fikirdir, şərqdə yerləşir. Götürmürük. 3. Pangeya təqribən 4,3 milyard il bundan əvvəl Lavrasiya və Konfena parçalanıb. Pangeya təqribən 4,5 milyard il bundan əvvəl Lavrasiya və Konfanaya parçalanıb. Bu cümlə demək olar ki, olduğu kimi bura yazılıbdır. Başqa heç bir fərq yoxdur. Ola bilsin ki, ilində bunun fərq var. MİQ imtahanlarında belə bir şey olur. Baxarıq. 4. Aliyot və Azor adaları subduksiya zonasında yerləşir. Azor adaları divergentdə yerləşir. 4 yanlışdır. Biri 4'dür. Deməli, 5. 40 dərəcə cənub enində okeanların səthi sularının orta ilişki temperaturu 40 dərəcə şimal enində okeanların səthi sularının orta ilişki temperaturundan daha aşağıdır. Səthi sularının orta ilişki temperaturu 40 dərəcə şimal enində orta aşağı olar. Niyə? Çünki Antarktidanın təsirini götürərik burada. Bunu da götürmürük. Şərqi Antarktidanın sahil xətti materikin qərbi ilə müqayisədə daha çox parçalanıb. Şərqi Antarktidanın sahil xətti materikin qərbi ilə nisbət daha çox parçalanıb. Xeyr, Antarktida yarımadası ilə qərbdə yerləşir. Bu da yanlışdır. Burada 4,5 milyard il olmalı deyil. 4 milyard il olardı. 3, 4, 6. 4, 6 mütləqdir. 3, 4, 6 bəli. Burada mütləqçi o formada götürülüb. C variantı testimizin doğru cavabıdır. 16-cı suala keçid edirik. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Baxaq görək bizdə nə deyir. Tektonik Böyük Qafqaz qalxması xüsusiyyətlər. Yanacaq ehtiyatlarının yalnız neft və təbii qaz mövcuddur. Böyük Qafqaz qalxmasında yanaş hissdə Şamaxı İsmayıl rayonlarında var. Bu yanlışdır. 1, 2. Ön Qafqaz çökməsi Neogen yaş çökünlər üstünlük təşkil edir. Neogen yaş çökünlər burada üstünlük təşkil etməz. 3. Kiçik Qafqaz qalxması Arxe erasından başqa digər bütün geoloji eraların çöküntülərinə rast gəlinir. Xeyr, Arxe olmaz. 4. Kür çökməsi mütləq hündürlüyü 500 metrdən çox olan relief formuna rast gəlinir. Kür çökməsində Ceyrançur alçaq dağı yerləşir. Burada da 800 metr hündürlüyü olan dağ var orada. Çoban dağ olmalı idi, bəli. 4 düzdür. Doğru sıranı bizdən. 5. Araz çökməsi Neogen yaş çökünlər rast gəlinir. Rast gəlinir deyirsə olar. Araz çökməsində. Rast gəlinər. 4, 5 testimizin doğru cavabıdır. Yanlış yazıb. 17-ci suala keçid edirik. 2 xarici ölkə ilə həmsərhəd olan inzibati rayonları müəyyən edin. Bunu biz YouTube kanalımızda qeyd etmişdik. Bir il bundan qabaq. Qaxdır. Deməli, Tovuzdur, bir də Ordubad olar. Cəbrayıl bir rayondur. Şahbuz bir rayon. Daha doğrusu ölkə ilə həmsərhəddir. Samux daşı olmaz. 1, 3, 5 E variantı testimizin doğru cavabıdır. 18-ci suala keçid edək. 18-ci sualda bizə deyir ki, yer kürəsinin sxemdəki vəziyyətinə uyğun gəlməyən əlamətləri müəyyən edin. 22 gündən söhbət gedir. AP'nin yarımadasında gündüz uzunluğu Skandinaviya yarımadasının aşından daha azdır. Doğru olmayan deyir. Bu doğru fikirdir. Çünki Skandinaviya qütbə yaxındır. 68,1 şimal enində günorta vaxtı günəş şüalanın düşmə uzağı 45 dərəcədir. 68,5 dərəcə şimal enində günorta vaxtı günəş şüalanın düşmə uzağı 45 dərəcədir. Bəli, bu doğru fikirdir. Bayaqki məsələdə hesablamışdıq. Bunları götürmürük. 3. Yalnız şimal tropindən şimalda yerləşən məntəqədə gün uzunluğu 12 saatdan çoxdur. Yalnız şimal tropikindən şimalda yerləşən məntəqədə bu yanlış fikirdir. Yalnız şimal tropikindən şimalda. Xeyr, bu yanlış fikir. 4. Tropik işıqlama qurşağında yerləşən bütün məntəqələr şaquli dirəyin kölgə uzunluğu öz uzunluğundan daha qısadır. Öz uzunluğundan daha qısa olması üçün deməli, zenitdə olması gərəkdir. Bu da 23,5 dərəcə 22 yundur. Şimal enində zenitdə olduğuna görə bu fikirdə
doğru olmaz. Götürürük 3, 4, 5. Həm şimal, həm də cənub qütb arası gecə və gündüz ani birləşməsi pozulub. Bəli, şimalda qütb gündüzü müşahidə olunur. Şimal qütb dairəsində. Baxın, buradan da görünür. Burada isə qütb gecəsi. Doğru fikirdir. Götürmürük. 6. Ən uzun paralel üzərində günəş şüalarının günorta vaxtı düşmə bucağı 60 dərəcə. Ən uzun paralel ekvatordur. Ekvatora da 23.5-ə 90 düşürsə 60 dərəcə olmaz. Yanlışdır. 3, 4, 6 testimizin doğru cavabıdır. 19-cu suala baxaq. Verilmiş ölçülərə aid yanlış fikirləri müəyyən edim. 1, 2, 4 federativ inzibati ərazi quruluşuna malikdir. Yanlış deyir. 1, 2, 4 Fransa federativ deyilir. 1 yanlışdır. 4, 5, 6 çayları 2 okean hövzasına aiddir. 4, 5, 6 4, 5, 6 Çin, Türkiyə, Qazaxıstan. Çin 3 okean hövzasına aiddir. Türkiyə 2-dir. Çin 3 okean hövzasına aid olduğuna görə bəli. Yanlışdır. 1, 2, 3 1, 3, 5 Aralıq dəniz iqlim tipinə rast gəlinir. Fransada, Braziliyada olmaz. Braziliyada olmaz. Braziliyada Aralıq dəniz iqlim tipi deməmişik biz. 1, 2, 3, 4. 1, 2, 3 əksər əhali Hind Avropa dillərində danışır. Fransa, Kanada, 3 Braziliya. Bu doğru fikirdir. 4 olmaz. 1, 2, 3 testimizin doğru cavabıdır. Yəni digərlərinə baxıb vaxt itirməyinə dəyməz. 20-ci və sonuncu suala keçirik. Bu da o qədər də çətin sual deyil. Kim ki diqqətli olub, təbii ki, çalışıbdır, vaxtında yazıbdır. İqlim diaqramına aid olduğu məntəqənin yerləşdiyi inzibati rayon üçün doğru olmayan Zaqatala 1036 kimi Zaqataladır. 2 xarici ölkələ həmsərhəddir. Doğru olmayan fikri. Bu doğru fikirdir. Biri götürmürük. Qışı mülayim keçən yarım səhra və quru çöl iqlim tipinə rast gəlinir. Bu doğru fikirdir. Biri götürmürük. Qışı mülayim keçən yarım səhra və quru çöl iqlim yarım tipinə rast gəlinir. Qalsın. Qara metallurgiyanın xammal ehtiyatı mövcuddur. Zaqatalada. 2 yanlışdır. 3 doğrudur. 4. Mülayim isti iqlim tipinin bütün yarım tiplərinə mövcuddur. Yay quraq keçən mülayim isti iqlim yanlışdır. Yoxdur. Yay quraq keçən mülayim isti iqlim. Yura dövrünə aid olan çöküntülər Tabaşir dövrünün çöküntülərindən daha çox ərazidə yayılıbdır. Bu doğru fikirdir. 5 də doğrudur. 5-i də silək. 2, 4, baxaq. 6, 4000 metrdən yüksəkdə dağ zirvələrinə rast gəlinmir. Bu da doğru fikirdir. 4000 metrdən yüksək dağ zirvələrinə rast gəlinmir. Bu da doğru fikirdir. Burada 2, 3, 4. 2, 4'dür. Bəs nəyi səhv elədik? 2, 4 mütləqdir. Nəyi səhv elədik? Biz 3-ə 1-də bax, qara metallurgiyanın xammal ehtiyatları mövcuddur. Qara metallurgiya, Zaqatala. Qara metallurgiyanın xammal ehtiyatları mövcuddur. Bu yanlış fikirdir. Bu yanlış fikirdir. 2, 3, 4 testimizin doğru cavabı B variantıdır. Növbəti izahlar da gələcək. Kanalda baş çəkməyi, dəstək olmağı unutmayın. Hər birinizə yenidən uğurlar arzu edirəm.